70 il ərzində Sovet dönəmi nə mümkünsə dinə qarşı etdi. Qazandığı nə oldu? Heç nə. Əksinə məhəbbəti biraz da artırdı. Biraz da artırdı və onun qarşılanmadı. Sovet dövləti çöktü, amma din, o cümlədən İslam dini isə daha böyük meydan sahibi oldu. Ziyalı, əgər başqasının cibinə gözünü dikibsə, hansı yolla son çətin vəziyyət salacaq, o da nə isə ona verəcək, artıq müəllim deyil o. Ümumiyyətlə ziyalı, fərq emək ki, nə zaman böyük insan olur, o nəfsinə qalib gələndə. İnsanlar nə zaman həbs olunur? Ya dövlətin pulunu yiyib, ya kimsə fərdin pulunu yiyib. Amma insanlar nə zaman barmana göstərirlər? Belə, bu çox halal adamdır. Siz elə bilirsiniz ki, o sözü qazanmaq asandır. Adi bir halal sözdür. Amma nə boyda sözdür? Əlinizdə müqəddəs Qurani Kərim varsa, rayonun rəhbəri sizin üz-üzə gələndə kitaba qoyub onun əlini öpməyin. Öpüləsi şey Qurani Kərimdir. Və din adamı da nə vaxt nümunə olur? Oxuduğu moizə ilə əməlləri üst-üstə düşəndə. Salam, əziz Amin izləyiciləri. Bugün çox mürəkkəb bir mövzudur, həm də vacib bir mövzu barəsində söhbət edəcəyik. Din və dövlət münasibətləri haqqında. Studiyadakı qonağımız isə Anar İskəndərovdur, tarix elmləri doktoru, millət vəkili. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Anar müəllim, biraz mövzuya uzaqdan girmək istəyirəm. Həm də bir sizin özünüzün rəyinizi bilmək istəyirəm, bir fəlsəfi tərəfinizə boylanmaqla. Din nə deməkdir sizin üçün? Əslində, dinə münasibətdə məndə dualizm var. Yəni, bu nədir? Gözümü açmışam, valideynlərimi görmüşəm ki, gündə 3 dəfə namaz qılınır. Biraz böyümüşəm, soruşmuşam, bu nə ilə bağlıdır? Yarımçıq başa düşmüşəm. Amma onların mənə təlqin etdikləri bunun içində qonşudan oğurluq etmə, haramdır. Onda soruşmuşam, haram nədir ki? Haram günahdır. Ya bu halaldır. Halal nədir ki? Halal zəhmətlə qazanılandır. Yalan danışma olmaz. Ən böyük yalandır. Bəs doğru olan düz olandır, haqq olandır. Belə-belə bu uşaqlığım belə keçdi. İllər keçdi. Artıq özüm dünyanı dərk elədim və gördüm, ilkin aldıqlarım, gördükləri mənə valideynlərimdən, cəmiyyətdən ötürülənlər məndə bir inam yaratdı. Zaman keçdi, artıq mən də dərk elədim ki, insan heç zaman, heç vaxt meymundan əmələ gələ bilməz. Ailənin, xüsusi mülkiyyətin, dövlətin mənşəyi, meymunun insana çevrilməsində əməyin rolu Marsizmdən doğan idi. 5 il tarix fakültəsində oxuyanda bunları oxudum, ancaq içimdə dedim ki, yalandır. Və artıq tarixçi olaraq din tarixini öyrəndim. Hətta elə illər oldu ki, tədris də etdim. O vaxt elmi kommunizm adlandırdı o fəndə. Onda elmi ateizm. Elmi ateizm, hə. Amma elmi ateizm və elmi kommunizm həyat göstərdi, bunlar cəfəngiyat şeylərdir. Elə elm sözü ona görə burada ya qoyulub ki, buna adlar ki, elm yoxdur. Və artıq dünyanı dərk eləyəndə hər an, həmişə Allahımı hiss elədim. Əlimdə qələm olanda da, ən zəif tələbəyə qiymət yazanda da hiss elədim ki, bunu görən var və ən güclü tələbəni də təqdir edəndə, alınan öpəndə həmişə demişdim, ilahi sənə min şükür. Və bugünə qədər də biraz qabağa gedim. Nə istəmişəmsə, nə uğurun sahib olmuşamsa, Allahımdan istəmişəm. Ev, ailəm mənə belə öyrətdi, mən belə tərbiyə götürdüm və dünyada halallıqdan böyük şey yoxdur. Böyük xoşbəxtlik yoxdur.
özünü kimisə göstərmək üçün yox. O sənin qəlbində olsun, içində olsun. Bu boş otağa gedəndə də Allahın adı olan o salamı ver. Heç vaxt düşünmə ki, orada heç kim yoxdur. Necəni yoxdur? Mən müqəddəs ziyarətlərdə olan adamam. Hər an hiss edirsən ki, sən elə bir yerə gəlibsən ki, o yer yuxarıdan müşahidə olunur. Sənə yuxarıdan baxırlar. Aşağıdakı 3 milyon, 4 milyon yox. O 3 milyon, 4 milyon öz hayındadır. Bir tərəfdən isti, bir tərəfdən sıxlıq, bir tərəfdən nə. Amma o yuxarıdan sən onu hiss edirsinsə, onda çox rahat olursan və məsuliyyətin artır. Ona görə də din deyiləndə insanın yaranışından tutmuş fəaliyyətinə qədər, fəaliyyətindəki olan bütün xeyirxah işlər, xeyirxah əməllər, halallıq, düzlük, təmizlik hamısı dindir. Mən Anadolu Türk Liseyində dərs deyəndə bir din kültürü dərsi var idi. İnanın, 2 aydan sonra o ki, autoriya 4-cü sinif uşaq, bu partda, bu nə, səs səmir gəlmədi və bu uşaqlar dərk elədilər ki, o Anadolu Türk Liseyi 2000 uşaq sənəd vermiş, cəmi 40 uşaq götürülmüşdü. O uşaqlar ən istedadlı uşaqlar idi və o uşaqlar mükəmməl bir ziyalı kimi yetişdilər. İndi dünyanın hər yerində onlar var, Azərbaycanı təmsil edirlər, amma ən birincisi dürüstlük. O din kültürü dərsi o uşaqlara birinci o dürüstlüyü öyrətdi, halallığı öyrətdi. İnsan halal olandan sonra heç kimdən qorxusu olmur və heç kimdə qorxutmur. Yaradan Allahdır. Yaradan sən deyilsən ki, onun taleyli barədə deyirsən ki, mən dedim, belə də olmalıdır. Yox, sən onu yaratmamısan, səni də yaradıblar. Və din mənim üçün həmişə belə oldu. Buna inanmaq çox çətindir. Yəni, öz təcrübəmdən bilirəm ki, insanların çox azı buna belə həqiqətən sidq ürəklə inanır. Halal, haram ayrımına və doğrunun tərəfini seçir və orada da qalır. Onlar xoşbaxtlar, həqiqətən o adamlar. Anar müəllim, bəs ictimai rakursdan, yəni cəmiyyət üçün, dövlət üçün dinin nə kimi əhəmiyyəti vardır? Düzdür, indi biz sekulyarist bir zamanda yaşayırıq. Sanki elə görünə bilir ki, arxa plandadır. Onun da izahını eləyim. Çox asandır. Biz 44 günlük müharibədə qalib gələndə ilk neynədik? Üç rəngli bayrağı qaldırdıq. Sonra Ali Baş Komandan elə Şuşaya gedəndə ilk əvvəl nəyin təmirinə başladı? Məsciddə. Yuxarı Gövhərağa, aşağı Gövhərağa, saatlı məscidi və o biri və bünövrəsi qoyulan ən böyük tikinti orada nədir? Məscid. Mənə verir ki, sualın cavabı burada var. Biz Azərbaycanın hansı bölgəsinə, nə ilə bağlı gediriksə və ya Azərbaycanın haqqını müdafiə ediriksə, birinci cümləmiz budur. Erməni vandalları müqəddəs yer olan məscidimizdə donul saxladılar. Sizcə dünya buna gülər? Gülə bilməz. Gülsə, bil ki, onun ədaləti yoxdur. Onun vicdanı yoxdur. Yəni, din və dini abidələr həmişə müqəddəs olub. Milyonlarla insan hər il Məkkə və Mədinəyə gedirlər. Yəni, sizcə belə fikirləşirlər ki, güya ateistlər onlardan güclüdür, ağıllıdır, yox. Bu qədər, həm də bir nəfər yox, 100 nəfər yox, milyonlarla insan bu mübarizə, bu ziyarətlərdə iştirak edirsə, deməli, bunun bir mənası var. Və ya biz Kərbəla müsibəti ilə bağlı, biz göz yaşını ona görə təkcə tökmürük ki, biz o mübarizədə qəhrəmanlıq gördük və gördün 44 günlük müharibədə də biz Allahın adı ilə başda Ali Baş Komandan əskər eyni zamanda ya ürəyinin başında müqəddəs Qurani Kərim ya da Qurani Kərimdən olan bir ayəni özündə gəzdirirdi ki, ona kömək olacaq. Çünki o bilirdi ki, onun işi haqdır. Mənə belə gəlir ki, bununla bağlı mübahisə də olanmaz. Da 70 il ərzində Sovet dönəmi nə mümkünsə dinə qarşı etdi. Qazandığın nə oldu? Heç nə. Əksinə məhəbbəti biraz da artırdı. Biraz da artırdı və onun qarşısına alınmadı. Sovet dövləti çöktü, amma din o cümlədən İslam dini isə
daha böyük meydan sahibi oldu. Müəllim, elə özünüz toxundunuz o illərə. Həqiqətən SSR-nin dağılması qəfil oldu. Bir neçə ilin içərisində böyük bir imperiya çökdü və Azərbaycan da o cümlədən müstəqilliyini əldə elədi. Lakin ideoloji planda bu böyük bir sarsıntı ilə müşayiət olunurdu. Çünki ideoloji bir dövlət, cəmiyyət birdən-birə ideologiyası çökür. Marksizm, ateistik bir ideologiya idi və bütün SSR xalqlarında dinə, öz milli və dini dəyərlərinə bir qayıdış hərəkatı başladı. Amma bu ölkələrdə iqtisadiyyatı da dağılmış, özəlliklə bizdə də hələ bir üstünə Qarabağ konflikti o zaman başladığı bir dövrdə boşluqlar da çox idi. Biz belə başladıq din-dövlət siyasətimizi və çoxlu missionerlər də ayaq açmışdı Azərbaycana. Çox maraqlı təhdidlər var idi. İstəyirəm bizim dövlət-din siyasətimizin məhz o ilk illərdə formalaşması barəsində biraz danışasınız. Bilirsiniz, insan da, dövlət də aciz olanda, tək qalanda, tənha qalanda kömək umur, yardım umur. Ancaq bütün bu yardımlar, bu köməklər yəni təmənnasız olmur ki. Azərbaycan da düz dediniz, öz dövlət müstəqilliyini elan etdi. Ancaq biz onun uğruna sevinəmədik ki. Biz o şirinliyi dada bilmədik ki. Qoymadıq. Yəni artıq Azərbaycan torpaqları belə deyək də bir tərəfdən erməni, bir də onun havadarları tərəfindən işğal olundu. Və işğal da o qədər sürətlə getdi ki, yəni düşmən illər boyu hazırlaşıb, havadarları illər boyu ona yanında olub, necə ki onun yanındadılar. Biz dünyanın elə bir xalqıyıq ki, qəlbində kini, küdrəti, nifrəti olmayan, heç birinin torpağında gözü olmayan bir xalq və eyni zamanda o zamanda hakimiyyətdə olan, üstəgəl hakimiyyətdə olanların da təcrübəsizliyi, səvadsızlığı düşmənə imkan verdi ki, torpaqlarını işğal eləsin və ona görə də dünyanın da ayrı-ayrı yerlərində bəli, müəyyən dairələrin adamları öz maraqları baxımından güya Azərbaycana kömək edir. Əslində İslama zid olan, insanlığa doğrusu zid olan missioner düşüncələri təbliğ olundu və təbii ki, hamı böyük elm sahibi deyil, savad sahibi deyil və insanlar da nəyə aldanır? Ağır vəziyyətdə ehtiyacı olan insanlar o maddi məsələdə təbii ki, imtahana dözə bilmədilər. Yəni dini savad da yox idi. Təbii. Həm də ki, əslində bizim dini dəyərlərimiz də o zaman bu dərəcədə edildi. Nə üçün? 70 ili Sovet dönəmi əlimizdən hər şey almışdı. Mən sizə maraqlı bir statistika deyim. 20-30-cu illərdə Azərbaycanda ziyalılarla yanaşı ən çox sıradan çıxarılan isə din xadimləri oldu. Bir hissəsi yerindəcə güllələndi. Bir hissəsi Mərkəzi Asiya, Qazaxstana, Sibirə sürgün olundu. Bir hissəsində səsi alındı. Siz təvəllün ki, 39-cu ilə qədər Latın əlifbası idi. Yəni Latına qədər ki olan əski əlifba idi. Heç kim qorxusundan evində əski əlifba ilə yazılan şeir kitabı da saxlanmazdı. Gələn görür əski əlifbanı, əski əlifbanı aysa dinlə, Quranla əlaqələndirdilər və nə qədər insanlarımız güllələndi, sürgün olundu. Ona görə də əsl din adamları sıradan çıxdı. Onda xurafata meydan nə zaman verilir? Elə onda verilir. Dinin adından istifadə edirsən, amma dinin mahiyyətini bilmirsən. 80-ci illərin sonu, 90-cı ilin əvvəllərində də Azərbaycanda din adamları çox az idi. Və təsəvvürlə ki, din harada təbliğ olmalıdır? Məsciddə, bütün məscidlər də bağlanıb. Bütün 20-ci ilin mayından sonra Azərbaycanda məscidlər bir də nə vaxt açılıb? 1943-cü ildə Sovet dövləti dərk etdi ki, din adamlarından istifadə edən adamdır. Və bizdə də 44-cü ildə Zaqafqaziya müsəlmanları ruhani idarəsi yenidən fəaliyyətə başladı. Və yəni ona qədər bugün bizim
ibadət etdiyimiz, çox sevdiyimiz həm dini abidə, həm də tarixi abidə olan Təzəpir məscidi 1943-cü ilə qədər ambar olub, çay fabrikinin ambarı olub, karamel fabrikinin ambarı olub, kino lentləri ki, o zaman köhnə edilən kino lentləri saxlayan yer olub, daha nələr olmayıb. Ancaq 1943-cü ildə SSR Ali Soveti Rəisi Heyətinin qərarından sonra Zafqaziya Müsəlmanları İdarəsi fəaliyyətə başladı və onda Təzəpirin də fəaliyyəti başladı. Və cəmi SSR dağılan dövrdə cəmi 17 məscid var idi. Ancaq bu gün 2000-dən yuxarı məscid varsa, onda 1920-ci ilin aprel şalına qədər də məscidlərimiz vardı. Amma o 70 il ərzində o məscidlərin çox cüzi bir hissəsi 17 məscidi belə deyək ki, fəaliyyəti icazə veriləcək. Bu olar, bu olmaz, bu olar. Və bu mənada da elə bir ki, bir tərəfdən Sovet dövlətinin çöküşü, o biri tərəfdən də missionerlərin bu əraziyə gəlməsi Azərbaycanı çətin duruma saldı. Ona görə də biz həyatımız boyu Azərbaycanın sonraki inkişafında danışanda deyirik ki, Allah Heydər Əliyev rəhmət eləsin. Yəni, dövlətin memarı Azərbaycanda din və dövlət münasibətlərində tənzimlədi. Həm də mən sizə çox maraqlı bir analogiya yaparım. Dünyanın heç bir yerində Azərbaycandakı olan din-dövlət münasibətləri yoxdur. Siz görün, həm də din necə? Bəli, ölkə əhalisinin çox böyük əksəriyyəti müsəlmandır. Amma kim deyə bilər ki, katolik olsun, pravoslav olsun, Dağ yəhudisi olsun, Avropa yəhudisi olsun, qədim Albanlardan qalanlar olsun, Udilər olsun, hamının hüququ bərabərdir. Hətta başda din adamları olmaqla bir-birinə təkcə hörməti yox, məhəbbəti var. Dünyanın harasına gedirsiniz, gedin. Hamı nümunə göstərdi, Avropadır. Bizdəki olan bu nümunənin yarısı da ola bilməz. Mümkün də deyil. Məsələn, bizim konstitusiyaya görə din dövlətdən ayrıdır. Ancaq belə ümumi lider Heydər Əliyevin sözüdür ki, ancaq dindar Azərbaycan dövlətindən kənarda yaşamır ki, o Azərbaycanın vətəndaşıdır. Deməli, bizim dindarımız dövlətdən ayrıdır nə mənada? Yəni, dinə hər cür azadlıq verilib, amma bu dini daşıyan dindar isə dövlətimizin vətəndaşıdır və Azərbaycan dövlət tərəfindən qorunur. İnam da qəlbdə olur. İnam dildə olanda o inam deyil. Yəni, ona görə də biz deyirik ki, bugün isə o münasibətlər təbii ki, Azərbaycanın dövlət başçısı və Azərbaycanın dövlətinin birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Görün, demək olar ki, hər ay, bəlkə də 2 aydan bir ya məscid bərpa olunur, ya yeni məscid tikilir. Bütün bunlar nə deməkdir? Yəni, o dövlətin dini olan münasibətidir. Siz görün, Azərbaycanın dövlət başçısı və birinci vitse-prezident Azərbaycanın işğaldan azad olunmuş hansı bölgələrinə gedirsə, ilk görür ki, uğurlu iş məscidin bünövrəsi qoyulur, məscid təmir olunur, məscidə müqəddəs Qur'an-ı Kərim verilir və təbii ki, bərpa quruculuq işlərindən bağlı o bir işlərdə uğurla aparılır. Ona görə də Azərbaycan dövləti doğrudan da nümunəvi modeldir və bu model də hamıya nümunə ola bilər. Bu mənada mən deyirəm ki, Heydər Əliyevin bu sahədəki olan, yəni həyatın bütün sahələrində Azərbaycan üçün ilk şeylər onun adına bağlıdır və din-dövlət münasibətlərdə bir mənalı olaraq Heydər Əliyevin adına bağlıdır. Çox sağ olun. Bu inanc azadlığı var bizdə, konstitusiyada da təsbit olunub. Amma fəlsəfi baxımdan inanc azadlığı ilə dövlətin təhlükəsizliyi məsələlərinin keçişdiyi sərhədlər haradır sizcə? Məsələn, nə zaman dövlət bu məsələlərə müdaxilə eləməlidir? Bunlar barədə istəyirəm danışım. Vətəndaş biraz ağır mövzudur burası. Vətəndaş, Azərbaycan vətəndaşı uzun illər boyu ən böyük dərdi nə olub? Qarabağ, işğal altında olan torpaqlar və onların taleyi. Oradakı olan abidələr, təkcə məscidlər yox, olsun məktəb, olsun
başqa tarixi abidələr, olsun min illər boyu bizə gələn abidələr, həmişə bunları fikirləşib. Və vətəndaş bunu fikirləşib. Ancaq vətəndaş təhlikdə, ayrılıqda o torpaqları azad edə bilərdimi? Dualarında, namaz üstə yalvarır, dua edir. Amma dövlət neynədir? Dövlət o vətəndaşın arzu və istəyini reallaşdırmaq üçün yolları bilir. Yol nədir? Biz nə deyirik ki, Heydər Əliyevin ən böyük işlərindən biri ordu, ayrı-ayrı adamlara məxsus ordu yox, dövlətin ordusunun belə deyək ki, yaradılmasına başladı. Biz eyni zamanda nə deyirik? Heydər Əliyev 2003-cü ilin aprelində öz adını bu gün daşıyan sarayda çıxışında Azərbaycan kursantına, öz yetiş kursantına nə deyirdi? Qarabağ işğaldan azad olunmalıdır. Eyni zamanda, yaşa bu kursant məlum, bunun silahı məlum və bu kursanta kim rəhbərlik etməlidir? 2003-cü ilin oktyabrında Azərbaycan xalqına müraciətində deyirdi ki, mən ona özüm qədər inanıram. İnandığı kimidir, sonra da bütün Azərbaycan xalqının inandığı və bugünkü Ali Başkomandan, hansı ki Nadir Şahdan sonra ilk dəfə Azərbaycan torpaqlarını geri ala bilən sərkərdə. Görürsünüz, vətəndaşın arzu istəyini Azərbaycanın dövlət başçısı neynədir? Özünün dediyi kimi 17 il hakimiyyəti dövründə o əskəri ki yetişdirmişdi, o əskərə komandanı verdi Ali Başkomandan ki, torpaq azad olmalıdır. Vətəndaşın arzu və istəyini Ali Başkomandan dövlət yerinə yetirdi. Ta ki, bugün vətəndaşın əgər bir dini müəssisəyə ihtiyacı varsa, o müəssisəni vətəndaş tikmir ki, tikə də bilmir. Heç onu görür. Amma onun arzu istəyini kim yerinə yetirir? Dövlət yerinə yetirir. Və bu mənada hansı müstəvidə yanaşdaq, din və dövlət münasibətləri pozulan dövlətdə uğur qazana bilməz. O dövlətin inkişafı ola bilməz. Həm də o bir, belə deyək, bərəkət deyilən bir şey var. Mən sizə maraqlı bir tarix danışım. Keçmişdə, da indi kimi texnika yoxdur, yağ üçün mənbə nehrə idi. Bilməm, çalxalıyırdılar belə. Çalxalı da hazır oldu. Ayran töküldü, ayranın üstünə yağ. Ta ki, səni bir uşaq olaraq göndərdilər ora. Qadın var idi, elə o ayranın üstündəki olan yağı götürdü, bir dəfə bükürdü, ala. Sənə elə gəlirdi, bu çoxdur. Qadın var idi. Bəlkə də 5 dəfə onu sıxırdı. Ondan 2 dəfə az olurdu. Amma çəkisi ondan 2 dəfə çox olurdu. Bu bərəkət odur. Yəni, dövlətimiz də həmişə din adamlarını və dini və bu dini yaradanlara böyük hörmətlə yanaşıb və hər şeyi halallıq olduğu qədər də bərəkətli olub. O şey ki halaldır, bərəkətdir, o dindən gəlir. O şey ki haramdır, ömrü uzun ola bilməz, sənə uğur gətirənməz. Mən bir müəllim olaraq, ali məktəb müəllimi olaraq həmişə demişəm, əslində bu azədi işlədiyim dövrdə rəhmətli Ənvər Əhmədovun fikridir ki, müəllim nə zaman müəllim olur və nə zaman müəllim olmur. Müəllim ki, gözünü tələbənin cibinə dikdi, artıq müəllimliyə danışanmaz. Danışanmaz çünki müəllimin ziyalı, əgər başqasının cibinə gözünü dikibsə, hansı yollansa onu çətin vəziyyət salacaq, o da nəysə ona verəcək, artıq o müəllim deyil o. Ancaq müəllim, insan, ümumiyyətlə ziyalı, fərq emək ki, nə zaman böyük insan olur, o nəfsinə qalib gələndə. İnsanlar nə zaman həbs olunur? Ya dövlətin pulunu yiyib, ya kimsə fərdin pulunu yiyib. Amma insanlar nə zaman barmana göstərirlər? Deyirlər, bu çox halal adamdır. Siz elə bilirsiniz ki, o sözü qazanmaq asandır. Adi bir halal sözdür. Amma nə boyda sözdür? Sizcə, əskər halal olanda ona tapşırılan
postu kimisə verərmi? Ömründə verməz. Müəllim halal olanda tələbəsinə başqa gözdən baxarmı? Ömründə baxmaz. Yəni, hansı sahədə nə varsa, o insanların əgər o halaldırsa, dürüstdürsə, heç bir zaman nəfsi ona qalib gələnməz. Mümkün deyil. Və mən həmişə demişəm, İslam tarixi ilə bağlı oxuduğun kitabların hər biri səni tərbiyə edir. Yaxşı, sən çox varlısan, lap zəhmətlə qazanıbsan və sən qonşunun heç nəsi yoxdur axı. Sən burada rahat yeyirsən, o isə ehtiyac içində, o necə ola bilər ki? O necə mümkündür? Ona görə biz 91-ci ildən sonra qayıtdıq, müstəqil dövlətə qayıtdıq. Elə çox uzaq getmə. O 3 sənəli bayrağa bir fikir ver. Orada o İslam nədir? Hə? Necə ola bilər ki, başın üstünə bayraq qaldırarsan, onunla sevinərsən, onu bütün qələbələrin başında bayraq durar, amma sonra riayət edilməsən. O türkçülük nədir? Necə ki, Azərbaycanın dövlət başçısı dediyi, bizim ailəmiz türk ailəsidir. Həyat göstərdi ki, yəni əgər Qərb səni sevmirsə, biz Qərbin dalınca nə düşməliyik ki? Qərb bugün Qərbin 10 dövləti bizdən enerji alır. Biz ona niyə yalvarmalıyıq ki? O yalvarsın. Ancaq bizim də ailəmiz güclü olsun deyən, bizə bata bilməsin nədən? Bizim ailəmiz də türk ailəsidir. Türk dövlətləri birliyidir, bugün gedir. Ona görə deyirəm ki, İslami dəyərlərin heç birində işğal yoxdur, əsarət yoxdur, zülm yoxdur. Zor yoxdur. Ədalət. Yəni, mən vaxtilə tələbələrim də bilir, mən kafedra üçün o zaman aspirant, indi isə doktorant deyirik, onu axtaranda boyuna görə adam seçməmişəm. Ən böyük savad sahibi də ona görə seçməmişəm. Mən həmişə Azərbaycan gəncliyində kafedrama gələcək hansı müəllimi arzulamışam? 1. Ədalətli olsun. 2. Əxlaqı yerində olsun. 3. Nəfsi tox olsun. Bu üç söylədiyim şərt o ziyalıda varsa, onsuz da onun zaten savadı olar. Mümkündür ki, savadı olmasın. Ancaq bu üç cəhətin biri olması alınmır. Yəni, ona görə də bütün bunların hər üçü də İslamdan doğur. Din onu bizə tərbiyə edir. Əlifba dərsliyində biz bunu keçmirik. Təbiətşünaslıqda da biz bunu keçmirik. Heç tarixdən də keçmirik. Çünki onların ayrıdır. Ancaq bu dindən bizə gəlir. Bir əlavə eləmək istəyirəm. Buyurun. Orada o keyfiyyətlərin içərisində Allah qorxusu haqqında nə deyə bilərsiniz? Bu, bilirsinizmi, bu biraz çətin sual oldu. Əslində Qurani Kərimdə, yəni o mənada ki, mən pislik eləyirəm, Allahdan qorxuram və ya yaxşılıq eləyirəm, Allahı məmnun eləmək üçün eləyirəm. Bu İslamda çox önəmli bir nöqtədir. Bilirəm. Qoy o teoloqları çağıranda qoy onları olsun. Bilirsiniz, mən o qorxudan qabaq mən o saydıqlarım ki var, o mənim üçün, məni qorxuya aparıb çıxarmır. Qorxuya qədər artıq mən, yəni bu saydıqlarım eləyəndə artıq ora gedib çıxmıram. Bilirəm. Bu sizin seçiminiz olur. Yəni, mən Qafqaz Müsəlman İdarəsində din adamlarında uzun illə kurslarda, 3 aylıq kurslarda dərs demişəm. Həmişə din adamlarına deyirdim, əlinizdə müqəddəs Qurani Kərim varsa, rayonun rəhbəri sizin üz-üzə gələndə kitaba qoyub onun əlini öpməyin. Öpüləsi şey Qurani Kərimdir. Öpüləsi şey və din adamı da nə vaxt nümunə olur? Oxuduğu moizə ilə əməlləri üst-üstə düşəndə. Yoxsa oxuyur, təbii ki, orada yazılan hamısı başqa cür olanmaz. Yəni,
ona qarşı sən bir şey, amma özünün əməlində onu görməyəndə şübhə yaranır. Riyadır. Ay sağ ol, reallığıdır. Amma sizin sualınıza bir də təkrar edirəm ki, mən o qorxuya qədər bir insan olaraq o qorxuya çatdırmamışam. Deyirlər, filan heç çox ağıllı insandır. O heç xəstələnməyə qədər o dərmanların vaxtında atdı, gəlib xəstələnmədi də. Və mən də həmişə o qorxuya qədər ki olan bir insan olaraq təlqin elədiklərimdə də, özümdə də elə fikirləşirəm ki, insan bir arxaya baxanda, biz tarixçiyik də, biz məcbur arxaya baxaq. Kimlər qalır, niyə qalır? Niyə tarixdə adları qalır? Niyə tarixdə adları qalmır? Yəni, sərkərdənin adı nəyə görə qalır? Sərkərdənin adı ona görə qalmır ki, baş sığallayıb. Elə olsa sərkərdə olmaz ki. Dövlət başçısı ona görə qalmır ki, o hamıdan yumşaq olub. Kimi görüb, ya gülüb, ya ağlı. Onda dövlət başçısı olamaz ki. Bunlar ayrı şeylərdir. Bu hardasa bir komediyanın qəhrəmanı deyil ki. Bugün biz 3000 şəhid verməklə torpaqlarımızı geri aldıq. Bu tarixdən çıxartdığımız nəticə nədir? Azərbaycanın dövlət başçısının dediyi tarix söz. Zaman gələcək, biz Ermənistanla qonşuluq münasibətlərini bərpa edəcəyik. Amma ermənilərin bizə qarşı törətdiklərini heç bir zaman yaddan çıxartmamalıyıq. Yəni, xalqlar dostluğunu yox, Proletar beynəlmiləlçiliyi yox, Sayatnovu üçün ağlamağı yox, Kirov üçün ən böyük heykəli ucaltmayı yox, Şamiyan üçün Azərbaycanın bütün kəndlərində heykəl qoymağı yox. Düşmən nə zaman nə edib? Lap bugün dost olsan, amma 100 il bundan əvvəl nə edib? Bax, o tarix ibrətli tarixdir. Bir xalq olaraq biz bugün, yəni yeni dövr deyəndə dövlət başçı, 44 günlük vətən müharibəsindən sonra biz bu tarixi təbliğ edirik. Biz artıq qorxmuruq. Eyni zamanda heç kimdə qorxuzmuruq, hədələmirik. Amma bununla yanaşı biz dövləti qorumaq üçün, dövləti güclü etmək üçün nə etmək lazımdır? Onun uğrundur. Sadə bir tarix deyim, siz də şahid oldunuz. Çin Xar Respublikasının bilirsiniz əhalisi nə qədərdir? Nə sayı var, nə hesabı, belə deyək də. Bizim də nə qədər əhalimiz var və nə boyda ərazimiz məlumdur. Amma Azərbaycanın dövlət başçısı Çin Xar Respublikasına gedir, bütün Çin ayaq üstədir. Bunu görməmək mümkündürmü? Bununla öyünməmək mümkün. Öyünəsən, sevinəsən, sevincdən qoy qəhər səni boğsun ki, 90-91-ci illərdə nə gündəydin, yaşayacaqmı, 93-cü ildə bu dövlət yaşaya biləcəkmi, bu dövlət necə olacaq? Ancaq 2025-ci ildə görürsən ki, dünyanın ən böyük dövləti, ən böyük dövlət, dövlətlərdən biri yox, ən böyük dövləti Azərbaycanın dövlət başçısını necə qarşılayır və bütün Çin bu işdə necə fəallıq göstərir. Bax, qazandıqlarımız budur. Yəni, biz haram dövlət yox, halal dövlətik. Biz dinimizə sədaqətlə qulluq edən və Allaha şükür ki, yaradanın da elə ki, əli üstümüz, nəzəri üstümüzdədir. Biz həm də dürüstlüyü təbliğ edən bir ülkəyik. Prezident dəfələrlə deyir ki, bizim sözümüz bizim imzamızdır. O da həm də dürüstlüyün təbliğ. Tamamilə, bəli. Anar müəllim, mən sizə təşəkkür edirəm. Mövzumuz çox genişdir. Təbii ki, bizim verişin formatında bunun hər tərəfinə boylana bilmərik. Amma izləyicilərimiz üçün dediyiniz faktlar, söylədiyiniz məlumatlar üçün sizə təşəkkür edirəm. Sağ olun. Siz də sağ olun.